Herkese salam dostlar, kanalıma ve videoma xoş gəlmisiniz. Bugün sizinlə bir yerdə imtahana hazırlaşma taktikaları ilə bağlı bir video hazırlayıram. Son videolarımdan birinin altına belə bir şərh gələndə başa düşdüm ki, mən bu mövzunu bir dəfəlik bağlamalıyam. Yəni bəsit şəkildə nələr edə bilərik, bunun haqqında danışacağam. Videodan əvvəl məni tanımaq istəyirsə, mən Şadiyə İqtisad Universitetində kompüter elmləri ixtisasını təhsil alıram. Bu ixtisasa 646 balla qəbul olmuşam, amma bu mövzumuzla heç bir əlaqəsi yoxdur. Yəni sizin bal hədəfiniz ola da bilər, olmaya da bilər. Sırf bir şey doğrudan necə unutmayacaq şəkildə öyrənə bilərsiniz, bunun haqqında danışacağam. Yəni mən 4 il əvvəl imtahan verdiyim üçün orada bir sürü dəyişikliklər baş vermiş ola bilər. Birinci olaraq uşaqlar özünüzü yaxşı tanımalısınız. Sizə doğrudan hansı növ öyrənmə uyğundur, bunu araşdırmalısınız, bir sürü yol denəməlisiniz. Amma bu o demək deyil ki, hər gün təzə bir şey eləyəcəksiniz, çünki onda öyrəşə bilməzsiniz ya da nə qədər effektiv olduğunu görə bilməzsiniz. İkinci olaraq mənim o vaxtlarda istifadə etdiyim dəftərlərim var. Yəni sırf bu dəftərlərdən idi, hətta yadıma gəlir. Sadəcə bunlar məsələn hal-hazırda magistr üçün mən istifadə edirəm. Bu vaxtda riyaziyyat, fizika, kimya, ingilis dili, Azərbaycan dili hamısı üçün istifadə edirdim. Bu dəftərlərin olayı nədir, ondan danışacağam. Hətta göstərəcəm sizə necə istifadə etdiyimi. Deməli, mən tövsiyə eləyərdim ki, dəqiq düsturu olan dərslərdir, hansı ki bu fizikadır, kimyadır və s. Ümumiyyətlə belə dəqiq dərslər öyrənəndə düstur kimi öyrənməyinizi tövsiyə eləyərdim. Hətta ingilis dilini filan da düstur kimi öyrənməyinizi tövsiyə eləyərdim. Məsələn, atıram tutalım, sodan sonra bu gəlir, saçdan sonra bu gəlir. Saç üstə gəl bu kimi mənim daha çox yadımda qalırdı. Onları da formullar kimi öyrənsəz, məncə beyin daha rahat götürür bu şəkildə. Yəni, məsələn, saçdan sonra tutalım isim gəlirdi. Sodan sonra sifət zərf gəldi. Bunu cümlə kimi yadda saxlamaq məncə çox effektiv bir yol deyil. Çünki onsuz da öyrənməli olduğunuz çox şey var. Arada boş sözlər öyrənməyinizə ehtiyac yoxdur. Yəni yadınızda qalan şablonlar şəklində məncə öyrənsəz sizin üçün daha yaxşı olar. Və eyni zamanda bu dəftərlərin balaca olmağı sizlə hər yerə sizin bunları hər yerə apara bilməyiniz deməkdir və hər yerdə oxuya bilməyiniz deməkdir. Baxın, əgər bir şey düstur şəklindədirsə, siz sadəcə belə açıb üzünə də baxsaz, oxumasaz belə o düsturu görür istər-istəməz. Yəni gözünüz və beyninizi ötürür, orada qalır. Onun şəklini çəkir elə bir. Məsələn göstərim, tutalım bu ingilis dilidir məndə indi hal-hazırda. Baxın necə görünür. Düsturlar kimi yazmışam, görürsünüz ki. Bu şəkildə dəftəriniz olsa, böyük qayda kitabları, böyük test kitabları sizin sadəcə bu boyda olacaq əlinizdə və bu eyni şəkildə sizin psixologiyanızda bu şəkildə qalacaq ki, bu bitirilə bilər, yəni bunu oxuyub bitirə bilərəm. Amma böyük kitablar, o hansı, mövzu hansı vərəqdə idi, vərəqlə, yəni məncə həm vaxt itkisi də, həm də insanın ona qədər motivasiyası qaçır, yəni. Gəlin sizə o birisi dərslərdə necə yazdığımı göstərim. Bu məsələn ingilis dili idi. Kaş o fizika falan ona atmasaydım. Yəni atmadım, əslində kiməsə verdim məncə. Məsələn bu uşaqlar bizim informatikadır. Və mən informatikada məsələn ən sadə qeydləri müəllimənin yazdırdıqlarını bu şəkildə yazıram məsələn. İndi isə gəlirik üçüncü olaraq nə edəcəyik? Bu dəftərlərimizi tutalım. Bunları vaxtaşırı yazmalısınız. Yəni hər gün bir dərs keçəndə özünüzlə aparmalısınız. Müəllimin dediyi önəmli şeyləri qeyd etməlisiniz. Bəzi şeylər qaydalarda olmur. Müəllimlər daha rahat olunu bilir. Yəni ki, doğrudan hər gün ya da nə vaxt gedirsinizsə dərslərdə normal iştirak eləməlisiniz. Eləmədiyiniz zamanlarla notlarını doğrudan hər şeyə diqqət edən biri varsa ondan almanızı tövsiyə edirəm. Və ya video izahı falan varsa doğrudan diqqətlə baxıb onları qeyd etmənizi tövsiyə edirəm. Və eyni şəkildə testlərdə də bəzi test nümunələri var ki, o qayda ilə heç bir əlaqəsi yoxdur, test nümunəsidir. Onları necə həll etmək lazımdır, trikləri nələrdir, daha rahat nə edə bilərsiniz, onları da eyni şəkildə bu dəftərlərə yazırsınız. Daha sonra bu dəftərləri yazandan sonra bu dəftərləri necə istifadə edirik? Bunun üçün də əslində bir neçə yol var. Mən elədiklərimdən danışacağam. Birinci olaraq bu dəftərləri özünüzdən aparırsınız. O gün ingilis dili hazırlığı varsa, ingilis dili kursu varsa, informatikanı aparmayacağım deyə bir şey yoxdur. Ümumiyyətlə bir şeyə doğrudan yaxşı hazırlaşmaq istəyirsinizsə, hər gün təkrar eləməyə məcburiyyətindəsiniz. Hər gün olmasa da 2 gündən bir ən azından təkrar eləməlisiniz, çünki mövzular getdikcə artır. Dedik ki, dərslərdə yaxşı iştirak elədiniz.
Notlar götürdünüz, qeydlərinizi götürdünüz. Sadəcə dərsə gedib qeyd götürmək də deyil mövzu. Doğrudan o gün müəllim o dərsi keçirsə, o qaydanı bir dəfə oxuyun. Öz qeydlərinizi alın. Doğrudan başa düşməyə çalışın və yəni məlumatınız olmayan bir şey olmasın da o dərs. Sırf qeyddən öyrənəcəm deyə bir şey yoxdur. O dərsin doğrudan qaydasını öyrənin, testini yazın. Daha sonra yəni oturun özünüzə dürüst olun, çünki imtahandır və bir şəkildə bunu eləməlisiniz. Yəni orada testlə siz baş-başa qalacaqsınız. Harda nə zəifliyiniz varsa bunu siz ən yaxşı bilirsiniz. O an müəllimiyə səhvən deyə bilərsiniz, cavab düz çıxa bilər, o testin üstündən keçərsiniz. Deyərsiniz ki, evdə baxacam, baxmazsınız. Başqa bir dostunuz bunun daha asan yolunu bilər, siz ondan onu soruşmazsınız. Bunlar hamısı sizin üçün itkidir və ən yaxşı özünüz bilirsiniz. Ona görə özünüzə dürüst olun, oturun bir vərəq çıxardın, bunu hər həftə eləyə bilərsiniz. Bu həftəki mövzularda nələrə baxmalıyam, nələri daha zəif bilirəm, nələri daha çox oxumalıyam. Məsələn, bu sözləri oxumuşdum, amma yadımda qalmayıbmış, testdə qabağıma çıxdı, bilmədim. Onları oturursunuz, oxuyursunuz. Bu şəkildə əslində geridə bir əksik buraxmadan getmiş olursunuz və bu sizin özünüzə olan güvəninizi artırır. Çünki imtahanda onu soruşurlar. Yəni imtahanda sizin keçmədiyiniz bir şeyi soruşma ehtimalı yoxdur. Açıq sualları, esseyləri, mətnləri saymasaq da listeningi filan. Yəni çünki onlar biraz daha şans işi kimi gəlir mənə. O an məsələn o səsi eşitmək və s. İndi isə gəldik bunun ikinci yoluna, nə edəcəyik biz bu dəftərlərlə. Mən əslində universitetə hazırlaşanda bunu eləməmişdim, amma magistra hazırlaşanda vaxtımın çoxu universitetdə keçdiyi üçün və yolda keçdiyi üçün təəssüf ki, gördüm ki, yəni yorğun oluram və hazırlaşmağa vaxtım çatmır və başqa işlərim də var və magistra hazırlaşmaq universitetə hazırlaşmaq kimi deyil. Universitetə hazırlaşanda bütün məqsədiniz universitet olur, amma magistra hazırlaşanda elə bir şey olmur. Vaxtımın çox yolda keçdiyi üçün mən səsimi qeyd edirəm. Bunu özümə göndərirəm. İstəyir Telegramdan ya da WhatsAppdan da göndərə bilərsiniz. Və o səsə yolda qulaq asıram. Məsələn, bunu yazmışam burada üstür kimi. Bunları oxuyuram. Və o səs kimi orada qalır. Və istədiyiniz vaxt təkrar edə bilərsiniz. Yəni bəzən açıb bunu vərəqləməyə sıxıla bilərsiniz. Çünki baxın, bu dəftər artıq dolub. Və mən bunu bir var ki 2-3 səhifəsi doluydu. Mən deyirdim ki, baxıb tez qutaracağam. Bir də var ki bütün dəftəri oxumaq lazımdır. Ona görə səsinizi qeyd etmək yaxşıdır, xüsusilə ingilis dili üçün. Mən təzə müşahidə edirəm ki, çox yaxşı yadımda qalır. Məsələn, sözlərin ingilisində deyirsiniz ki, məsələn, temporary, müvəqqəti. Bunu öz səsinizlə eşitmiş olursunuz ya daha yaxşı yadınızda qalır. Buna görə səsinizi qeyd etməyi tövsiyə edərdim. Bu biraz bəzən yorucu olur çünki çox danışırsınız, amma yəni məncə kömək edir. Çünki bir dəfə qeyd edirsiniz və istədiyiniz qədər qulaq asa bilərsiniz. Məsələn, imtahanı gedirsiniz, yolda da qulaq asa bilərsiniz və nə bilim iş görürsüz, qulaq asa bilərsiniz. Əslində iş görəndə qulaq asmağı tövsiyə eləmirəm çünki fikir verirəm ki, mən elə eləyəndə dinləmirəm, yəni. Doğrudan başa düşmürəm. O səs orada gedir, amma nə danışıldığı haqqında bir fikrim yoxdur. Ona görə daha sakit bir şəkildə oturub sırf ona qulaq asmaq üçün qulaq asa bilərsiniz. Elə daha yaxşı olar. Sosial şəbəkələrdən, internetdən çox yaxşı istifadə edə bilərsiniz uşaqlar. Çünki mən o vaxt bayağı yaxşı istifadə edirdim. Yəni Telegram kanalları var. Məsələn, magistr üçün o qədər çox yoxdur, amma abituriyentlər üçün çox var. Bir sürü sınaq var, bir sürü kitab var. Sizdə olan olmayan fərqi yoxdur. Bir cür test nümunəsini görməyə çalışın. Baxın, bütün kitablara baxın, əlavələrə baxın. Yəni interneti yaxşı istifadə edin. Hətta o zamanlar mənim yadımdadır. Bir dənə riyaziyyat kanalı var. Məncə yenə var. Yadımda deyil sadəcə hansıdır. Onun məsələn bir dəfə bir videoda full cəbri, bir videoda full həndəsəni izah edirdiniz. Bir dalbadal qaydaları izah edirdi. Yəni sizin məsələn heç nə eləməyinizə ehtiyac yoxdur. Nə bir qeyd götürmürsünüz, istəsəz götürə bilərsiniz, amma yəni o videoya baxırsınız və orada izah edir və hamısını izah edir və o videonu dəfələrlə açıb baxa bilərsiniz. Və mən məsələn o vaxt telefonu buraxmamışdım istifadə etməyə, çünki telefonla mən daha çox şey öyrənirdim. Ona görə telefondan uzaq dayanmaq filan. İndi yəni özünüzü stop eləməyə bacarmalısınız da. Görürsünüzsə ki, əgər bir söhbət çox uzanır ya da çox vaxt keçirirsiniz. Instagram yox idi, məsələn, onu silmişdim. YouTube var idi sadəcə. YouTube yaxşı idi bu şəkildə, çünki istifadə edirdim. Telegram var idi. Daha sonra sıra gəlir listeninglərə, esseylərə.
Səhv eləmirəmsə essay də əlavə ediblər. İndi bizdə də var onsuz da magistr imtahanında. Listening üçün sizə ən maraqlı gələn mövzularda, sizin üçün doğrudan maraqlı olan mövzular make-up da ola bilər. Yəni çoxdur, başa düşürsüz bu mövzuda kanal və o kanalların ingilis dilində video çəkən YouTuberlarını izləsəz məncə çox yaxşı olar sizin üçün. Mən elə yəni eşitməmi elə inkişaf elətdirmişdim o vaxt. Hal-hazırda onsuz da ingilis dili həyatımızın bir parçasıdır. Yəni istənilən proqramı filan öyrənmək üçün ingilis dilində tutorial izləyirik. Ona görə daha əslində indi həyatımın bir parçasıdır. O vaxt o qədər də deyildi. Bu şəkildə ingilis dilinizi inkişaf etdirə bilərsiniz. Musiqi ilə inkişaf etdirməyi tövsiyə eləmirəm və kino ilə də tövsiyə eləmirəm. Çünki orada bəzi enişlərlə çıxışlar olur. Yəni səsi tutmursunuz, amma dimin listeningləri, yəni o vaxtda indi də məsələn çox daha belə şey olur, təmiz olur. Təmiz və normal danışır. Mən belə çox çətin danışdığını düşünmürəm. Ona görə YouTuberlar da bacardıqları qədər aydın danışmağa çalışırlar. Yəni aksenti çox eləmədən ki, onlar bütün dünyadan insanlar izləyir və başa düşsünlər. Essay mövzusunda da ChatGPT-dən kömək ala bilərsiniz. Mən elə eləyirəm. Yəni sizin üçün şablon hazırlaya bilər və bu şablon başqalarıyla eyni olmasın deyə ondan çox danışın da, yəni bacardığınız qədər danışın ondan və belə ən xırda detallara qədər ondan kömək ala bilərsiniz. GPT-dən çox istifadə edin, hər şey üçün istifadə edə bilərsiniz. Məncə bu mövzuda çox yaxşıdır. Məsələn, məntiq var ki, hal-hazırda mənim bu günə qədər öyrəndiyim heç bir şey oxşamır. Yəni onu bir şablonun altına salmaq mənim üçün çox çətindir. Amma belə fikirləşirəm ki, fərqli test tipləri görmək, çoxlu test işləmək, bir də yenə test izahlarına baxmaqla ancaq məntiqi inkişaf elətdirmək olar. Ümid edirəm video sizin üçün faydalı olmuşdur və bəzi şeyləri özünüzə adaptasiya edə bilərsiniz və sizin üçün imtahana daha rahat hazırlaşa bilməyinizə kömək olar. Videomu bəyəndisə bəyənməyi, kanalıma abunə deyilsə abunə olmağı unutmayın. Digər videolarda görüşək. Özünüzə çox yaxşı baxın. Hələlik.